Azərbaycan kimi bir ölkədə yaşayıb jurnalist olmaq, mübarizə aparmaq deməkdir. Bu sözləri Abzas Medianın jurnalisti Nərgiz Absalamova məhkəmədəki son çıxışı zamanı deyib. Bugün artıq 3 ildir ki, o, öz doğum gününü dəmir barmaqlıqlar arxasında keçirir. Nərgiz Absalamova 17 iyul 1998-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Ali məktəbi başa vurduqdan sonra Demokratik Təşəbbüslər İnstitutunda jurnalistika təlimlərinə qoşulub. Amma aydın olmayan isə bu işin niyə jurnalistlərə texniki O, Toplum TV, Mikroskop Media və Abzas Mediada daxil olmaqla bir sıra müstəqil media platformalarında fəaliyyət göstərib. Femutopia və Minority Azərbaycan portalı üçün materiallar dərc edib. Onun ekoloji problemlər, korrupsiya, sosial hüquq pozuntuları, cəmiyyətin həssas qruplarının problemləri ilə bağlı hazırladığı reportaj və qısa sənədli filmləri geniş auditoriya toplayıb. Peşə fəaliyyəti boyunca dəfələrlə təzyiq, saxlanma və polis zorakılığı ilə üzləşib. Əlinizdəki mən jurnalistəm. 2021-ci ilin avqustunda feminist aksiyası ilə bağlı çəkiliş edərkən digər jurnalistlərlə birlikdə zorla polis idarəsinə aparılıb və fiziki, psixoloji təzyiqə, polislərin hədəsinə məruz qalıb. Eyni ildə media haqqında qanun layihəsinə etiraz aksiyasında növbəti dəfə polis zorakılığı ilə üzləşib. Nəticədə büzdüm sümüyü sınıb, həkim rəyinə əsasən bir müddət əmək qabiliyyətini itirib və peşə fəaliyyətini icra edə bilməyib. Cərrahi əməliyyat keçirdikdən sonra yenidən peşə fəaliyyətinə geri qayıdıb. Prokurorluq onun müraciəti üzrə cinayət işi başlanılmasından imtina edib. Adınız soyadınız nədir? Adınız soyadınız. 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində sakinlərin ikinci zəhərli gölün inşasına etirazlarını işıqlandırarkən yenidən saxlanılıb. Növbəti dəfə polis zorakılığına məruz qalan Nərgizin qolu burulub, telefonu əlindən alınıb, zorla kənddən çıxarılıb. Daha çox Abzasın fəaliyyəti ilə bağlı soruşurdular. Nərgiz Absalamova 2023-cü ildə Abzas Mediaya qarşı açılmış cinayət işi çərçivəsində 2 dəfə şahid qismində dindirilməyə çağırılıb. Noyabrın 30-da ikinci dəfə çağırıldığı Bakı şəhər baş polis idarəsində saxlanılıb. Bir gün sonra Xətai rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona əvvəlcə Cinayət Məcəlləsinin qaçaqmalçılıq ittihamı irəli sürülüb. Daha sonra 6 yeni maddə də əlavə edilərək ittihamlar ağırlaşdırılıb. Absalamova ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib. O, həbsdə olduğu müddətdə də peşə fəaliyyətini dayandırmayıb. Saxlanma şəraiti, qadın məhbuslara qarşı törədilən hüquq pozuntuları, rüşvət halları, tibbi xidmətin keyfiyyəti və sair mövzularda çoxsaylı yazılar yazıb. Bu səbəbdən dəfələrlə həbsxana rəhbərliyinin təzyiqlərinə məruz qalıb, zorakılıq və qeyri-insani rəftarla üzləşib. Nərgiz Absalamova 2025-ci il iyunun 20-sində 8 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi və Ali məhkəmə bu hökmü qüvvədə saxlayıb. Jurnalist elə həmin il Beynəlxalq Azad Media mükafatına layiq görülüb. Mükafat ona korrupsiya, ekoloji problemlər, sosial hüquq pozuntuları və həssas qrupların problemləri barədə cəsarətli reportajlarına görə verilib. O, məhkəmədəki son sözündə deyib. Jurnalistlərin həbsi nə deməkdir? Qayda qanun tanımayan polislər, korrupsiyaya bulaşmış məmurlarla çarəsiz vətəndaşları tək qoymaq deməkdir. Jurnalistlər hüquq mühafizə orqanlarından ümidini kəsənlərin son ümid yeridir. Bizim həbsimiz həm də vətəndaşların ümidini kəsmək deməkdir. Hökumət bizi həbs etməklə həm də ölkədəki vəziyyəti göstərən işığı söndürmək istəyirdi. Bəs əvəzində nə oldu? İndiyə qədər qapalı saxlaya bildikləri yerə, təcridxanaya, həbs yerlərinə işıq tutduq.